Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda həftəlik proqnoz edəcəm. Açılım olacaq həftəlik. 3 dənə variant olacaq. Variantlardan birini seçirsiniz. Xatırlatmaq istəyirəm ki, baxım önündən əgər şəxsi baxım istəsəniz, şəxsi olaraq müraciət edə bilərsiniz. Şəxsi baxım üçün Instagram səhifəmin adı və linki göstəriləcək videomun altında keçid edib əlaqə saxlaya bilərsiniz. Bu birinci variant, bu ikinci variant, bu da üçüncü variant. Seçiminizi edirsiniz. Əgərsə daha çox vaxt tələb olunursa videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz açılıma. Mən sizə çox gözləmək istəmirəm. İstəyirəm başlayaq. Xatırladıram ki, baxım ümumidir. Əgər şəxsi baxım istəsəniz Instagram üzərindən müraciət edə bilərsiniz. Deməli, burada həftə boyu sevgidə gözəl şanslar olacaq, sevgidə gözəl hansısa açılan yollar olacaq. Lakin burada sizin pesimizm dedikləri şey ola bilər. Yəni, siz nəyisə bəyənməyə bilərsiniz ya da çox belə detalınacan ilişən ola bilərsiniz. Yəni, haçan ki, biz nəyisə bəyənmirik, anında insanı tanımadan belə, yəni yaxşı tanımadan belə onunla hər hansı bir danışığı, əlaqəni kəsirik. Yəni, burada belə şeylərdə qaçınmaq lazımdır. Çünki siz şans versəniz, yəni sizə verilən şanslar olacaq, lakin siz özünüz o şanslara fikir verməlisiniz və o şanslardan faydalanmalısınız. Xüsusən də bu ilişkiyə və sevgiyə aid ola bilər. Həmçində bəzi insanlarda burada keçmişlə əlaqədar hansısa məyusluqları ola bilər. Yəni, misal üçün, kimisə bəlirləyirlər öz fikirlərində ki, bu insanla qurmaq istəyirəm ilişkini ya da keçmişdən bu insanı qayıtmağını istəyirəm və qabağında olan şansları, qabağında olan insanları hansını ki sizə evrən göndərir, siz bunu görməyə bilərsiniz, görmək istəməyə bilərsiniz. Yəni, burada vacib bir məqam olacaq ki, gözünüzü açıq tutun, bütün imkanlara, bütün şanslara açıq olun və qabağınıza çıxan hansısa imkanlara da açıq olub faydalanasınız. Deməli, burada təhsil ya da iş olsun, burada sizə ayrılıq düşür, getmək düşür. Yəni, ya siz tətilə görə getmirsiniz, ya da ki, hər hansı bir iş ya da təhsillə bağlı bir müraciətiniz varsa, sizə tövsiyə olunur ki, olduğunuz yerdə deyil də daha uzağında, yəni başqa şəhər, başqa ölkə, belə yerlərə üst tutasınız. Yəni, sizin olduğunuz yerdən uzaqda, distant bir yerdə sizi gözləyə bilər sizin perspektivli təhsiliniz və perspektivli deməli, işiniz. Həmçində burada distant onlayn bir şəkildə də işlər ola bilər. Haçan ki, biz distant, yəni ayrı qalırıq, amma işimizi də görürük. Yəni, konkret o yerə getmirik də təhsil almaq üçün ya da işləmək üçün, yəni belə şeylər də mümkündür. Deməli, burada ümumiyyətlə həftə boyu nəyisə gözləmək və nəyisə hansısa məsələnin nəticəsini gözləmək aktual ola bilər və ya nəyinsə hansısa imkanların ya da insanların gəlişini gözləmək də ola bilər. Yəni, nəyisə gözləyirik, nəyisə nəticələnməsini istəyirik və burada bir gözləntilərin həm bol olacağı bir həftə ola bilər. Həmçində ümumiyyətlə siz özünüz belə bir ruslar deyir, rejim ajidani, yəni otururuq, gözləyirik nəyisə, həm yekun ola bilər, həm də ki, nəyinsə gəlişi ola bilər də, hansısa imkanların, insanların, ümumiyyətlə həftə boyu od ünsüründən və su ünsüründən olan insanların həyatınıza aktiv bir rolu olacaq sizin həyatınızda. Siz özünüz də belə ünsürdən ola bilərsiniz. Həmçinin də belə insanlar həyatınıza bolca təsir göstərə bilər. Od ünsüründən şir, oxatan qoç ola bilər. Deməli, su ünsüründən isə xərçəng, əqrəb, balıq ola bilər. Deməli, belə ünsürlərə diqqət yetirirsiniz. Bu vacib bir məqamdır. Deməli, maddiyyatınıza gəldikdə isə maddiyyatınızda dediyim bu sadaladığım ünsürlərdən xüsusən də su ünsürünün aktiv bir rolu ola bilər. Yəni, aktiv bir şəkildə təsir göstərə bilər sizin maddiyyatınız. İndi isə gəlin keçid edək ikinci varianta.
Deməli, burada həftə boyu sizin deməli torpaq ünsüründən, bir də su ünsüründən aktiv bir rolu ola bilər belə insanların, yəni torpaq ünsürü və su ünsüründən. Torpaq ünsürü deməli boğa, oğlaq, qız ola bilər. Su ünsüründən isə balıq, xərçəng, əqrəb ola bilər. Belə insanların həyatınıza təsiri bol olacaq. Bir də ki, siz özünüz belə ünsürdən ola bilərsiniz. Deməli, burada həftə boyu deməli şəxsi həyatdan gözəl imkanlar, gözəl hansısa şanslar ola bilər. Yəni ev quracağınız, gələcək quracağınız insanlar ola bilər. Bəysinizsə, xüsusən bəysinizsə və burada misal üçün həyat yoldaşı axtarırsınızsa ya da həyat yoldaşınız varsa, burada onunla bağlı məsələlər aktual ola bilər və ya birlikdə ev qurmaq, birlikdə gələcək qurmaq. Xanımsınızsa, burada siz deməli evlisinizsə, həyat yoldaşınızla bağlı məsələlər ön planda ola bilər. Həyat yoldaşınız yoxdursa, burada həyat yoldaşı olacaq perspektivli bir insan ola bilər ya da ki, qarşınıza çıxan insan deməli belə perspektivli bir insan ola bilər, hansıyla ki, həm imkanlı ola bilər, yəni öz evi, eşiyi, maşını, yəni hansısa mülkiyyəti ola bilər. Həmçinin də belə bir insan, qarşınıza çıxan insan sizinlə həyat da, gələcək də birlikdə qurmaq istəyində ola bilər. Deməli, xüsusən əgər təksinizsə və tanışma yerləri axtarırsınızsa, burada sizin internet üzərindən tanışmalar ola bilər və həmçinin də alqı-satqı yerlərində, həmçinin dost olan, yəni dost, tanış, ailə gördüyünüz yerlərdən, yəni kiminsə vasitəsilə, yəni kiminsə bu misal üçün qonaq gedirsiniz və o qonaq olduğunuz yerdə görürsünüz və həmçinin də ailə çevrə gördüyünüz yerlər və öz internet üzərindən evinizdə qurduğunuz ilişkidə ola bilər. Yəni bu uzaq bir misal üçün harasa uzaq yerə getmək lazım deyil. Yəni bu sizin yaxınınızdadır. Hətta internet deyiriksə, internet də sizin yəni əlinizin altında olan bir şeydir. Yəni uzağa getməyinizə ehtiyac olmayacaq əgər axtarışdasınızsa. Deməli, burada həmçinin də qeyd etmək istəyirəm ki, biraz qabağınıza çıxan insan ya tam göstərməyə bilər, nəyisə gizləmək istəyə bilər, xüsusən də maddiyyatı ilə, ailəsi ilə və ya mülkiyyəti ilə bağlı nəyisə gizlətməyə çalışa bilər. Həmçinin də deməli, yəni tam istəməyə bilər də sizə açmağa ki, nəyi var, nəyi yox, evi varmı, yoxmu, ailəsi ilə bağlı da nəyisə gizlətməyə çalışa bilər. Həmçinin də burada belə bir şey ola bilər ki, sizinlə bağlı planlarını da gizlətməyə çalışa bilər. Yəni əgər burada ilişki varsa, misal üçün, və o insan artıq sizinlə gələcəyi qurmaq istəyir, amma bu gələcəyi qurarkən onu gizlədə bilər, yəni tam deməyə bilər. Deməli, yəni ciddi olmamış kimi göstərməyə çalışa bilər, yəni ciddi olmadığını göstərməyə çalışa bilər ya da belə görüntü yarada bilər sizdə. Deməli, burada xüsusən dediyim kimi su ünsürünün aktiv bir rolu olacaq, sizin həyatınızda aktiv bir rolu olacaq. Maddiyyatda burada sizdə gözəl şanslar, gözəl imkanlar gələ bilər və həmçinin bu gözəl şanslar və imkanlar ailə tərəfindən, sevdikləriniz tərəfindən gələ bilər, həm dəstək, həm də xərcləmə. Lakin bu xərcləmə belə sizə bolca gözəl emosiya verən bir xərcləmə olacaq, əgər olsa belə. Yəni, misal üçün, siz xərcləyirsiniz hansısa sevdiyiniz bir insana, bu sizin çox xoş gəlir. Bir də var ki, sadəcə boş belə şeylərə xərcləyirsən. Yəni, burada fərqlilik olacaq ki, siz sevgi ilə o pulu xərcləyəcəksiniz, məmnunluqla. Həmçinin də burada deməli, hər hansı bir həftə boyu dostluq qurmaq və həmçinin də kiminsə vasitəçiliyi ilə nəyisə etmək aktual ola bilər. Yəni, misal üçün, bu vasitəçilər makler ola bilər, vasitəçi hansısa insan ola bilər, hansı ki, sizi calaşdırır. Yəni, burada calaşdıran sizi hansısa başqa bir insanlarla ya da başqa bir istədiyiniz şeylə əlaqədar calaşdıran başqa bir insan olacaq. Yəni, siz qarşı tərəf və burada calaşdıran bir tərəf də olacaq əlavətən.
Və həmçinin də qeyd etmək istəyirəm ki, dost çevrəsinin genişlənməsi tək dostluq deyil də bir neçə insanla dostlaşmaq və bunlar çox faydalı dostluqlardır, hansı ki sizə maddi gəlir gətirə bilər. Hətta maddi gəlir görmədiyiniz bir dostluqda belə onun dediyi söz ya da onun dediyi bir şey sizə çox böyük bir fayda, yəni pul geri dönümlü, həmçinin də gözəl bir gələcəyə yönəlik bir söz deyə bilər, hansı ki sizi çevrənizi də genişlədəcək, həyatınızı da gözəl bir mərtəbəyə çıxardacaq, yəni inkişaf elətdirəcək. Həmçinin də burada deməli yalnızca qeyd etməli olduğum məqamlardan biri iş və ya təhsildir. Burada iş və ya təhsildən çox və ya iş və təhsiliniz davam edirsə, yəni nəsə hansısa məsələlər davam edirsə, proseslər. Burada pul vermə məqamı olacaq. Yəni siz nəsə verməli olacaqsınız. Həmçinin də öz hansısa maraqlarınızı necəsə transformasiya etməli olacaqsınız. Yəni transformasiya nə baxımından? Misal üçün sizin istədiyiniz bir şeydir, amma siz gərək məcburi bir şəkildə çöndərəsiniz öz maraqlarınızı, başqa cürə davranasınız və bu xüsusən də iş və ya təhsilə aid olacaq. Həmçinin də burada maddi xərcləmə də olacaq bu iş və ya təhsilə. Ya nə isə sizə verməyəcəklər, bu işdə hansısa maddi ola bilər, haçan ki sizə verilir, amma sonuna qədər verilmir, ya da ki siz belə hiss edə bilərsiniz ki, niyə mənə istədiyim qədərin ya da haqqım olduğu qədərin verilmir, yəni mən daha çoxuna layiqəm ya da mən daha çox almalıydım. Yəni burada belə bir həm marağın, həm də ki maddi marağın biraz məyusluğu yaşana bilər və xüsusən də bu təhsil və ya işə aid ola bilər. Deməli, həftə boyu burada sizin özünüzdən dediyim kimi başqa insanların və ya vasitəçi insanların rolu ola bilər və həmçinin də başqa insanlara görə biraz qəlb qırıqlığı yaşaya bilərsiniz. Başqa insanların etdikləri addımlar biraz sizi məyusluğa çıxarda bilər. Yəni burada həftənin xüsusən də əvvəlinə yönəlik ola bilər. Yəni əvvəlində belə bir şey yaşana bilər ki, siz qəlb qırıqlığı hiss edə bilərsiniz ya da ki məyusluq hiss edə bilərsiniz. Bu başqa insanların qatışması ilə, yəni sizin istəmədiyiniz qədər qatışması ilə əlaqədar ola bilər bu. Deməli, burada iş və ya təhsillə bağlı xəyallar qurmaq aktual ola bilər həftə boyu. Yəni hansısa yeni perspektivlər, yeni şanslar, yeni hansısa qapılar açıla bilər. Həmçində sizin özünüzün xəyallarınızın bol olduğu və bir neçə seçimin də açılacağı bir həftə ola bilər. Siz həmçinin burada deməli fikir verməli olduğunuz bürclərdən, deməli od ünsüründən bürclərdir, hava ünsüründən bürclərdir və od ünsüründən dediyim Qoç, Şir, Oxatan ola bilər. Hava ünsüründənsə deməli hava ünsüründənsə Əkizlər, Dolça, Tərəzi ola bilər. Xüsusən burada Dolçanın sizin deməli ilişkinizə də təsiri ola bilər. Bəzi insanlarda konkret bu nöqtə atışı bir Dolçanın təsiri ola bilər. Dolça və Dolça ruhlu insanların, yəni belə bir şey də aktual ola bilər. Çünki siz doğulduğu saatı bilməyə bilərsiniz, amma o insan doğulduğu saatı, yəni yüksələni Dolça ola bilər və bu Dolça ruhlu insanların elə yerində durmağı sevməyən, aktiv, yeniliklərə açıq və həmçinin də öz istəklərinə və özünə düşkün bir insanın rolu oynaya bilər sizin şəxsi həyatınızda. Həmçinin də deməli burada şəxsi həyatınızda uşaqlar və uşaqlarla bağlı məsələlər aktual ola bilər, onları həll etmək. Təksiniz əyləncə yerlərində siz tapa bilərsiniz özünüzə uyğun bir insan. Yəni əyləncə yerləri hansısa karaoke yerləri və ya kafelar, restoranlar, yəni əyləncənin olduğu hər hansı bir yerdə siz
şəxsi həyatınızda ya da şəxsi həyatınıza uyğun insan tapa bilərsiniz. Həmçində burada şəxsi həyatınızda belə bir insan, yəni əylənməyi sevən, əyləncə yerlərini və ya əyləncə məkanlarını sevən bir insanla tanışa bilərsiniz və həmçinin də burada şəxsi həyatınızda qarşı tərəflə birlikdə əyləncəli, əyləncəsi bol ilişkilər qura bilərsiniz. Yəni həftə boyu əyləncəli keçəcək sizin üçün və həmçinin də birlikdə tez-tez qısa hansısa məsafəli yollara ya da ki birlikdə planlamaq, harasa getmək aktual ola bilər. Deməli, burada həftə boyu sizin özünüzün qanqaraçılığınız, narahatçılığınız ola bilər. Bu sizin özünüzün duyğusallığınızla və ya çökən üstünüzə bir neçə məsələlərin və ya bir konkret hansısa ağır bir məsələnin sizin üstünüzə çökməsi ola bilər. Çünki burada bir ağırlığın çöküləcəyi göstərilir insanın üstünə. Bəzilərində bu bir neçə məsələnin toplanıb da üstünüzə belə yekə bir yük kimi çökməsi ola bilər. Bəzi insanlarda isə bu konkret bir məsələnin ağırlığı ola bilər. Haçan ki, bu sizə problem yaradır. Deməli, maddiyatınızda burada sizin deməli şanslar olacaq, amma o şansları görməməyiniz və ya görmək istəmədiyiniz göstərilir. Yəni siz burada hansısa şansları qaçıra bilərsiniz, amma bu sadəcə sizin özünüzdən irəli gələn bir şey ola bilər. Yəni siz arxanızı çevirirsiniz o həmin şanslara, həmin imkanlara və bu sizə problem yarada bilər. Yəni maddiyatınızda o qədər də istədiyiniz qədər almaya bilərsiniz. Çünki sizin özünüzdə həmin o şanslar verilir, ayağınızacan gəlir ya da ayağınızda artıq var bu, amma siz dalınıza, arxanızı çöndərirsiniz. Yəni burada belə şeylər aktual ola bilər.